Əlbəttə ki, turizm sənayemiz tədbirin keçirilməsinə hazırdır. Tədbirin keçirilmə belə deyək də, turistik cəhətdən fokusu olacaq Bakı və Abşeronda. Əsasən yerləşdirmə üçün məhz Bakı-Abşeronda 100-dən çox otellə kommunikasiya edilib ki, qonaqları qəbul edilməsi ilə məşğul olsunlar. Hal-hazırda 60-dan çox otel beynəlxalq platformada rezervasiyadan, yəni satışlarını həyata keçirilib. Ümumən Bakı şəhərində 206 ulduz kateqoriyası sertifikatı almış otel var ki, bunların da yerləşmə belə deyək də fondu, nömrələrin fondu 12 mindən çoxdur. Bundan əlavə alternativ olaraq da 126 yerləşmə obyektimiz var. O ki, qaldı digər regionlara. Digər regionlar üzrə turların keçirilməsi nəzərdə tutub ki, 24 turdur bu. Həm Bakını, həm Abşeronu, həm də Azərbaycan demək olar ki, bütün turistik məkanlarını deməli əhatə edir bu turlar. O cümlədən Qarabağ və Şərqi Zəngəzur istiqamətində Şəki, Şamaxı, Quba, Qusar, Lənkəran və digər ki, biz istəyirik ki, bu mühüm, möhtəşəm tədbir çərçivəsində Azərbaycan turizm potensialını mümkün qədər geniş auditoriyaya çatdıraq və tematik mədəniyyətimizi göstərək, irsimizi göstərək, mətbəximizi nümayiş etdirək, gözəl füsunkar təbiətimizi nümayiş etdirək ki, çünki belə bir tədbirlər Azərbaycanın turizminin dünyaya daha yaxşı, daha geniş tanınmasına həm təkan verir, həm şərait yaradır əlbəttə.